Salam, Turan Gastroturizm Akademiyasının gələcək ulduzları, gələcəyin şefləri. Bugün biz sizinlə seçdiyiniz bu möhtəşəm sənətin, yəni aşbazlığın dərinliklərini enəcəyik. Gəlin görək, bu yol sadəcə yemək bişirməkdən ibarətdir, yoxsa daha artığı var? Elə ilk olaraq gəlin bu sualı özümüzə verək. Televiziyada, sosial mediada gördüyümüz o parıltılı, cazibədar şef obrazları var ha, bəs əslində bu sənətin mahiyyəti nədir? Aşbaz olmaq həqiqətən də sadəcə dadlı yeməklər hazırlamaq deməkdir? Cavab əslində çox dərindir. Sizin seçdiyiniz bu yol iki möhkəm, sarsılmaz sütun üzərində qurulub. Bunlardan biri intizam, digəri isə tarixdir. Məhz bu ikisi olmadan əsl şef olmaq mümkün deyil. Yaxşı, gəlin birinci sütundan başlayaq, intizam. İntizamın nə demək olduğunu tam anlamaq üçün gəlin biraz keçmişə gedək. Elə bir dövrə ki, o vaxtki mətbəxlər indikilərin tam əksiydi, tam bir kabus. Baxın, bir təsəvvür edin. Eskofiyədən əvvəlki mətbəxlər səs-küylü, dağınıq, tam bir xaos yuvası idi. Hər kəs bir-birinə qışqırır, heç kim nə etdiyini bilmir. Amma sonra hər şey kökündən dəyişdi. Mətbəxlər sanki bir ordunun qarargahı kimi səssiz, təmiz və nizamlı bir məkana çevrildi. Bəs bu böyük dəyişikliyi kim etdi? Bu, inqilabın memarı. Öz hərbi təcrübəsini mətbəxə gətirərək o xaosa son qoyan bir dahi idi. Georges Auguste Escoffier, müasir mətbəxin atası. Escoffier'in ən böyük kəşfi mətbəx briqadası oldu, yəni Brigade de Cuisine. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq hər kəsin öz dəqiq yeri, öz dəqiq vəzifəsi var idi. Xaosa yer yox idi. Hər şey nizamlı işləyirdi. Baxın, bu cədvəl hər şeyi mükəmməl izah edir. Souslarla məşğul olan sosiye, şirniyyatları hazırlayan patisye. Hər bir adın arxasında böyük bir məsuliyyət dayanırdı. Bu sadəcə bir iş bölgüsü değildi, bu ustalığa gedən yolun təməli idi. Yaxşı, intizam, peşəkar mətbəxin, deyək ki, skeletidirsə, bəs onun ruhu haradadır? Onun ruhu, ləzzəti əlbəttə ki, tarixdən gəlir. İndi gəlin o ruha, yəni bizim öz zəngin, möhtəşəm Azərbaycan mətbəximizin köklərinə bir səyahət edək. Bizim mətbəximizin sirri haradan başlayır bilirsinizmi? Hər şey bu sehri rəqəmdə gizlənib. 9. Bir düşünün, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u bizim balaca Azərbaycanımızdadır. Bu, inanılmaz bir zənginlikdir. Məhz bu 9 iqlim bizə elə bir biyo-müxtəliflik verib ki, flora, fauna, minilliklərə dayanan taxılçılıq mədəniyyəti, əcdadlarımız da bu bərəkətli torpağın hər nemətindən istifadə edərək bizim bugünkü milli mətbəximizin təməlini qoyublar. Və bu bolluq, bu zənginlik özünü hər bir yeməyimizdə göstərir. Dağlarımızın kəkotusu ilə ətirlənən ətlərimiz, Muğanın bərəkətli torpağında yetişən tərəvəzlərimiz. Hər bir boşqab əslində torpağımızın bir hekayəsini danışır. Və əlbəttə ki, şirniyyatlarımız, o şirniyyatlar, Novruzun şəkər burası, bayramların paxlavası. Bunlar axı sadəcə desert deyil. Hər biri bir ənənənin, bir bayramın, bir sevincin dadıdır, simvoludur. Bütün bu tarix, bu sizin mirasınızdır. Bu elə bir dərin bilik və ləzzət quyusudur ki, onu qorumaq və onun üzərində yeni hekayələr yazmaq məhz sizə həvalə olunub. Bu zənginliyin yeni olduğunu düşünməyin ha. Baxın, 17-ci əsrdə Şamaxıda olmuş bir İngilis səyyahı bizim süfrələrimiz haqqında nə yazıb? Yüzlərlə növ yemək. Təsəvvür etmək belə çətindir. Beləliklə, əlimizdə iki möhkəm təməl var. İntizam və tarix. Yaxşı, bəs siz bir fərd olaraq ustalığa gedən bu yolda necə addımlamalısınız? Bir şeyi heç vaxt unutmayın. Bu sənət televiziyadakı şoulardan, parıltıdan ibarət deyil. Əsl iş, əsl sənət, kameralar sönəndən sonra gecə-gündüz, saatlarla davam edən o ağır zəhmətin içindədir. İndi sizin qarşınızda iki seçim var, iki yol. Biri, o diplomu alıb, mən artıq hər şeyi bilirəm deyənlərin yolu. Qısa yollar axtaranların yolu. Digəri isə, diplomun sadəcə bir başlanğıc olduğunu, əsl öyrənmənin indi başladığını bilənlərin təvazükar yolu. Bu cümləni beyninizə həkk edin. Diplom sizi şef etmir, təcrübə edir. O titul sizə kağız parçası ilə verilmir. O, alın təri ilə,
səbirlə, təvazökarlıqla və sənətə olan sonsuz sevgi ilə qazanılır. Yaxşı, gəlin indi bu üç vacib elementi, intizamı, tarixi və təcrübəni birləşdirək. Görək bütün bunların cəmi bizə necə bir usta şef portreti verir. Deməli, əsl şef kimdir? Əsl şef bu üçünün vəhdətidir. Bir əskər qədər nizamlı, bir tarixçi qədər dərin və illərin sınağından çıxmış bir sənətkar qədər müdrik olan şəxsdir. İndi baxın, xərita sizin əlinizdədir. Arxanızda zəngin bir tarix var və qarşınızda bir seçim. Səyahətinizin bu ilk günündə əsl sual nə bişirəcəm deyil, mən necə bir şef olacam sualıdır. Hansı mirası yaradacaqsınız? Seçim sizindir.